Məşhur aktyorumuz Azər Aydəmirə məxsus Aydəmir Entertainmentə Mədəniyyət Nazirliyi Kino Agentliyi tərəfindən 657 min vəsaitin ayrılması ilə bağlı məlumat vermişdim. Bu filmin çəkilməsi üçündür, bu tarixi filmdən söhbət gedir və Azər Aydəmir bizə açıqlama verib. Açıqlamada detallar var ki, onlar məndə sual oyatdı və mən o suallara görə də bu məsələni, bu videonu çəkməli oldum. Azər bəy deyir ki, onlar Kino Agentliyinə özləri müraciət edirlər. Yəni, heç bir tender, heç bir müsabiqə keçirilməyib bununla bağlı. Müraciət eləyən təşəbbüskar onlardılar və 7-8 ay mübarizə aparıblar və 7-8 aydan sonra bu 657 minin ayrılmasına nail ola biliblər. Yəni, bu qədər bir vəsait əldə edə biliblər. Və Azər Aydəmir qeyd eləyir ki, onların bəli, şirkəti tarixi film çəkməyib. Amma buna baxmayaraq, yenə də bütün müzakirələrdə özlərini sübut eləyə biliblər. Və məsələ nədədir? Qeyd eləyir ki, qanuna uyğun şəkildə bir mənbə, yəni satın alma tərəfindən qanuna uyğun bunu həyata keçirməsinə nail ola biliblər. Bəs yaxşı, bir sual olacaq. Satın alma haqqında qanunu mən araşdırmışam. Oradakı bəzi bəndləri vurğulayacağam. Çünki Azər bəy deyir ki, əslində bu pul entertainment şirkətinə yox, Aydəmir Entertainmentə yox, elə Azər Aydəmirin özünə görə ayrılıb. Çünki Azər Aydəmir çox yaxşı inandıra biləcək, çox yaxşı aktyordur, mən buna şübhəm yoxdur. Amma Azərbaycan qanunvericiliyində, belə deyək də, kiminsə qara qaşına, qara gözünə, yaxşı görkəminə görə pul ayrılmır. Bu, Mədəniyyət Nazirliyinin tabeliyində olan publik hüquqi şəxsin hansısa büdcədən kənar vəsaiti deyil. Bu, büdcə vəsaitidir. Və əgər büdcənin vəsaiti ayrılırsa, bununla bağlı kiminsə yaxşı aktyor olmağı, kiminsə yaxşı insan olmağına görə deyil. Orada detallar var və Azər Aydəmirin də vurğuladığı kimi bir mənbə satın alma tərəfindən bu həyata keçirilib. Yaxşı, bir mənbə ilə necə, hansı metoddur? Mən bunu araşdırdım. Dövlət satın almaları haqqında Azərbaycan Respublikası Qanununun 49-cu maddəsində bir mənbədən satın alma haqqında detallı bəndlər var və burada hansı hallarda bir mənbədən satın alma metodu tətbiq edilə bilər. Çünki 100 mini keçən vəsait mütləqdir ki, tender keçirilməlidir. Hətta mənim üçün bir məsələ maraqlıdır. Bugün biz tanınmış aktyorlarımız var, məşhur insanlar var, onların da gücü var, əlaqələri var. Götürürlər bir senarini, gedirlər onda Kino Agentliyinə, Mədəniyyət Nazirinin qapısını döyürlər. Deyirlər ki, salam əleykum, məni tanıyırsınız, mən məşhur aktyoram, tanınmışam, güclüyəm. Bax, bu mənim senarim, mənə bu qədər pul ayırın. Onlar da dərhal o pulu ayırıb verəcəklər ki, hə, bəs xoş gəlmişsiniz, salam əleykum, sizə biz bu pulu veririk. Əslində, bu müraciətdən sonra həqiqətənmi elan olunmamalı idi bu məsələ ilə bağlı, müsabiqə ilə bağlı, heç bir elan verilməməli idi. Əksinə mən hesab eləyirəm ki, və mən bildiyimə görə elan verilməli idi ki, belə bir müraciət var. Varmı Azərbaycanda başqa bir təklif eləyən bu cür senarinin çəkilişi ilə bağlı? 2 dəfə elandan sonra o elanlara cavab verilməsəydi, hətta digər şirkətlər müraciət eləsəydi, müqayisədə onlar gücsüz, Aydəmir Entertainment güclü olsaydı, razıyam, onda bura pul ayrılmalıydı. Və mənə maraqlıdır, niyə 657 min manat, niyə 1 milyon yox, 100 min yox, 200 min yox, sırf 657 min manatın smetasında hansı maddələr var və hansı istiqamətlər üzrə xərclər qeyd olunub, onu da istəyərdim ki, Kino Agentliyi əgər olsa Mədəniyyət Nazirliyi tərəfindən bu açıqlamanı alardı. Və mən Dövlət satılmaları haqqında Azərbaycan Respublikası Qanununun 49-cu maddəsində bir mənbədən satın alma haqqında detallı bəndləri diqqətə çatdıracağam. Hansı halda bir mənbədən satın alma metodu ilə bax, bu vəsaitləri əldə eləmək olar? Burada vurğulanır ki, satın alma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satın alma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və əsas məsələ satın alma predmetinin əvəz edicisi və alternativi olmadıqda. Yaxşı, bax, bu məsələni Mədəniyyət Nazirliyi hansı formada müəyyən eləyə bilib ki, Aydəmir Entertainmentin alternativi yoxdur, bu filmi Azər Aydəmirə məxsus olan Aydəmir Entertainmentdən başqa heç kim çəkə bilməz. Hansı elanla, hansı müsabiqə ilə, hansı əsaslanma ilə bunu götürüblər? Bax, bu mənim üçün çox maraqlıdır və ikinci bir məsələ var burada ki, satın alma prosesində təcili tələbat yarandıqda, bax, bir mənbədən bu pul ayrıla bilər. Həqiqətənmi burada təcili tələbat yaranmışdı bu iş üçün? Yəni, mən çox xahiş edirəm Mədəniyyət Nazirliyi tərəfindən və eyni zamanda Mədəniyyət Nazirliyinin əslində tabeliyində olan Kino Agentliyi bu vəsaitin ayrılmasında 657 min manatı nə üçün, hansı əsasla, hansı müqayisələrlə,
hansı müsabiqənin elanından sonra, elan ediləndən sonra əsaslandırılmış şəkildə ayrılmasını bizə bəndlərindən göndərsinlər, biz də onları mövqelərini göstərəcəyik. Kino agentliyi də bunu bizim üçün açıqlasın və yenə deyirəm, Azər müəllimin bizdə səsli mesajı var və qeyd eləyir ki, bu pulu elə Azər Aydəmirin özünə görə ayırıblar. Və əgər Azər müəllimin özünə görə ayrılırlarsa, onda illərin aktyorlarına da təklif eləyirəm ki, götürün sənədləri, ssenariləri, yönəlin kino agentliyinə, sizin elə professionallığınıza, peşəkarlığınıza, elə deyək də, qara qaşınıza, qara gözünüzə görə bir milyonlarla vəsait əldə edib filmlər çəkə biləcəksiniz. Məncə yaxşı məqamdır.